Hər birinizi salamlayıram. Baxırsınız, hər zaman dəyər verirsiniz, öz dəstəyinizi bildirirsiniz kommentarlarda. Öz çox sağ olun, minnətdarlığımı bildirirəm. Onu da xatırladım ki, mən aşpaz deyirəm. Sadəcə olaraq bir həvəskaram da. İndi bacardıqlarımdan çəkib sizə ilə də paylaşa bilirəm. Neysə düz də ola bilər, səhv də ola bilər. İndi bildiyim ora qədərdir, onu da ki paylaşıram sizə ilə. Bu günə inşallah deməli hazırlamaq istədiyim dana ətindən tuşonka hazırlayacağam. Tuşonka məndə 2 videoda vardı, yəni YouTube kanalımda vardı. Orada əsl tuşonka olmalıdır dana kəlləsindən. Mən indi mal ətindən hazırlayacağam. Deməli, burada dananın bir neçə hissəsindən, əsasən bir 3-4 hissəsindən kuşoklar vardı. Yəni indi bir tərəfindən də eləmək olar. Məsələn, qabırğadan, butdan və ya istənilən yerdən. Mən məsələn burada indi eləyirəm antrikotdur. Malın deməli döş hissəsidir, sinə hissəsidir əsasən. Sonra bir də burada bu jeleyli ət olur. O damarlı ət deyirlər buna. Yaxşı şirəli yeri olur. Bunu hamını qarışdırırıq ki, dadı biraz daha gözəl olsun. Bunun indi əsasən nöş beləncəsində məsələn mal ətindən eləyirəm. Yəni adam var ki, məsələn mən tuşonka videosunu çəkmişəm. 16-cı mərtəbədə yaşayır. Bu indi dana kəlləsini alsın, necə soysun. Yəni o biraz çətinliklər eləyir. Yəni bu çox ev üsulunda, yəni çox rahatdır da. Yəni istənilən bir adam yəni eləyə bilər. Çox yaxşıdır. Bunun da əsasən tərkibinə nə gedir? Mən zövqə görə biraz soğan da vururam. Yəni soğan vurmaq da olar, vurmamaq da olar. Göy soğan. Deməli dəfnə yarpağı gedir. Hər bankaya bir ədəd dəfnə yarpağı, bir 8-10 dana da qara yumru istiot. Deməli bir normal da o belənçinə də bir duz. Hərəsinə hər bankaya əlavə olur. Deməli o kəllə ətində eləyəndə quyruğa ehtiyac olmur. O özü şirəli, yağlı ətdir. Biraz da dada görə, zövqə görə istəsəz, yəni quzu quyruğu əlavə eləyə bilərsiniz. O da çox yox. Hardasa maksimum qoz boydana indi onu göstərəcəm. Bunu iri bankada eləsəz, deməli lap belə istəsəz sümü ilə də bişirmək olar. Yəni heç bir problem vermir. Bu da həmin o damarlı ətdir. Bu şirəli dana bir də görsən deyirlər şirəli dana, şirəli dana. Antrikota atırlar o restoranlarda. Deyir şirəli dana. Səhvdir. Bu şirəli dana əti bu cür ətdən hazırlanmalıdır. Bu da olur qolda, butda, qolda olur. Bu belə bir şeydir. Bu biraz qeynəyəndən sonra bunlar qalin jele kimi olur. Super olur. Hər bankaya, mən yarımkiloluq bankada bir dənə belə bir quyruq. İndi bunun bütövdə atmaq olar. Məsələn, biraz daha da xırdalamaq olar ki, yaxşı qarışsın. Belə hardasa 3 dənə fındıq boyda kuşoklar. Bunu deməli üstünə su çıxana qədər doldururuq. Bir 15 dəqiqə qalır. Çünki orada sonra məndə o tuşonka videolarında olur. Məsələn, sual verirlər ki, bəs onun üstünün kəfi necə olur? Bu burada suda ki qalır, bütün qanını buraxır. Qanını buraxandan sonra indi o cüzi kəf onun heç bir problemi yoxdur. Yəni qapaq bağlı halda bişməlidir. Tuşonka ki o iyi dadı özündə qalsın. 15 dəqiqəyəcən burada qalır. Qanını buraxır, sonra vururuq bankada. Bunlara yaxşı olar ki, tek yiyorsunuz, xırda içində sümü izad olur sonra. Onlar geçsin.
Deməli, hər birinə bunlar yarımşılıq bankı olduğu üçün bir 7-8 dənə qara yumru istəyir. Görək nə çəkmişəm burada. Bir ayrı gedir rəsmən, ikisi də. Görək neyində. Hə, çöl baxaydı. Yaxşı. Bunun məktəbi çıxmış. Sağ ol səni. Yaxşı, qoyunu görək bacınla çək. Sağ ol, mənə də oxşayır ha. Çöl baxay bir dənə məhəlləmi yazılır. Görək səndə nə var, nə yox. Yaxşıdır. Bir ay üçün əla. Məndəki pislikdir. Dedim də, birinci sənə dedim əla. Deməli, iri duz, bu belə çox da olmasın. Duzunu əlavə eləyirik. Şu, hərəsinə iki dənə, o belə bir xırda quyruq qoyuruq üzünə. Yəni, mecburi də görə, indi kimsə istəsə, yəni, vura bilər də, günah yoxdur orada. Bək-bək bağlayın, həmişə o suval yazırsınız ki, ağzı açıq, bağlı, bək bağlayın, süper artıq. Bunun içine bir desmal salırıq ki, bu qaynayanda çırpılıb sınmasın. Dosta, bu qalır deməli burada qaynamağa düşəndən sonra 6 saat. Yəni 5-6, çünki bir görsən asla xodda qoyulur, qaynamır. Necə adam var ki, məsələn yazır orada məndə ki, kömək elədim, bişmədi. Yəni gördünüz ki, qaynamağa düşdü. Saata baxın 6 saat, 7 saat, ən azı 5 saat pişməlidir. 5 saatdan sonra da ki, reski bankəni çıxarmaq olmaz içindən. Hava soyuq olan vaxtda məsələn pişirsiniz, çatlayacaq bankı, havanın soyuğu. Qalsın su tam soysun, soyuyandan sonra götürəcəksiniz. Buracaq xalada neyin soyuducusuna, sərin yerinə. Yəni, indi kimsə bayırda deyir ki, məsələn, qışdır, saxlamaq olur, müəyyən qədər saxlamaq olur. O, mağazinlərdəkilər fikrimizə gedmirsə, onlara dərman qatırlar. Ona görə, yəni müəyyən dərman var da saxlama müddətinə görə. Hə, məsələn, 1 il, 2 il, 3 il, 5 il saxlamaq olur. Amma ev şəraitində, qışlar üsulda hazırlananda o məsləhət ki, soyuducuda olsun. Yəni, o karantinli olduğuna görə də. İndi bayırda saxlayarsan, filan qədər rasxod eləyirsən, xət çəkirsən, sonra görsən ki, xarab oldu. Ona görə yaxşısı qapağı bağlı vəziyyətdə soyuducudur. Amma açandan sonra isə, məsələn, maksimum 2 gün, 3 gündə bu belənçinə qaldı. Yəni, məsələn, 5 gün saxlasan, xarab olacaq yenə də. O belə. İndi birazdan yenə də göstərəcəyim. Elim yox diyor. Ustabağımın dünənlər eləmişik. Şu gecədən səhərəcən qalıb öz suyunda. Yəni doyub. Sən zula. Bir də barmağımdan ehtiyat bu. Sən də aşpaz olmuşsan ki, maşallah, maşallah.
quyruq yağıdır. Bu inamız çarpaq qızarması yerimiz mənim həqiqətən super olur. Yerimiz mənim dostum. İndi aşağı belə burada uyuruq. Yerimiz lezzetli. Bana da xalades kimi də yemək olur. Belə də. Oy, necə bağlı. Bir xeyli sıxır, yarımşıq olur, bankıdır öyle. 3-4 nəfər üçün əla. Bunu kartuşkanın yanına da əlavə eləmək olar. Üstünə yumurta da vurmaq olar. Mən o iki variantın hər ikisini eləmişəm. Kartuşka ilə də, yumurta ilə də. Bu da bir üçüncü variantdır. Yəni bu cürünə də eləmək olar. Yerimiz mənim super olur. Yanmışlarından koy. Yanmış yok, kızarmış. Bəsdir. Yerimiz mənim. Ne atmışsın? Evet. Yandım. Qarım başa bəla atdı, bilmirsən. Yerimiz məmnuzda. Əsl belə şirəli, dadlı. Pişirmək də ki, qeyqanaqdan da daha, klazokdan da daha rahatdır pişirmək. Onu pişirəndə bir gözlə yandırırsan, bunda yanma söhbəti də yoxdur. Yəni onun üçün bir görsən tənbəl adamlar görür, tanış bilir. Deyir, sən ondan bir 3 dənə, 5 dənə ver mənə. O ilə də ki, adı ətdir, lavrova listdir, qara üstü yox, duz tök pankaya. Qoy, at 4-5 saata, 5-6 saata hazır olan bir şeydir. Vırxalada niyə nuşucanlıqla ye özünüz. Bir dənə də zəhramız, bir dənə də şəkil çəkib, Allah rəhmət eləsin. Gəl zəhmət, bir dənə baxaq, bu yanına ye. Bu gün çəkib şəxsən. Bir aydır rəsmə gedir. 8 noyabr Zəfər gününə hazırlaşırlar. Bir aydır Zəhra da gedir hazırlığa. Allah rəhmət eləsin. Generalımız Polad Həkimovun şəklini çəkib. Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların sayəsində bizim də rahat süfrə arxasında oturub nuşuzanlıq eləyirik inşallah. Əhsən. 5+5. Belə yoldaşlar görüşərik inşallah. İnşallah. Hadi helal olsun. Oradan nuş.